Mamanı ne tapa bilmədim, gəlsin öz tapsın. Tapamıram. Ha nənə, nəsə? Nənə səndən nə deyir? Deyir, mən gilasımı al deyir. Neçədir o, nə qədərdir? Düzünlə nəriyə. Terazi var məndə 3 kilo. Lazımdır o tərəzi, təxmin nə qədərdir? Təxmin, uşaq saxlamışam, çəkirlər. Dörtəsiniz yanıydı. Bəs eləyir mi? Ya ha, yaxşı kişini. 3 manattı mı? Yox. Neçədir? 4 manat nə görür? Bu tekilə dördə verəcəm, 1 manat. O onu da istəmirəm, apar sağ ver. Yox, Bizim vaxtımız yoxdur. yox, gəl baxayım. Yox, mən Anam, onu sən, mən sana deyim. Yaxşı? Onunla sağ. oradan gəlmiş. Gidin dörsək o yedər, nə olar? Hə, halalım üçün birini yiyeyim yani. Apar sat, onu da sana ver. Yox, gəl. Hə, nə günə? Halal xoşun olsun, aparsan. Zaten ona sağ. Allah asmaqdan alıyor. Sağ ol, sağ ol. Allah köməyini. Ərdindən çıxan ibadətlər qabul etməli olur. Amin. Hə, nə var? Yedirik paçola çəkirlər. Zor paçolası pişirəcək. Все, yani bir daha dur. Tamam. Salam dostlar, xoş gördük hər birinizi. Bugün qubaq vakabası hazırlamağa gəlmişik. İnşallah ki, ustalar dediyi kimi eləyib yarıdarıq. Xəmir hazırlayırıq. İlk öncə unumuzu əriyirik. Belə 3 qatrandır. Ablacaları farklı formada da devam edirik.
Değerli dostlar, ilk dəfədir ki, Quba paxlavası görürəm, ilk dəfədir ki, peçə yaxın gəlirəm. İnşallah ki, alındırarıq. Usta deyir ki, ərişlərin başlarından yerini götürmək lazımdır ki, paxlavanın içində xəmir olmasın. Sonra götürülür. Əsl forması belə tökülür. Mən çok yaxşı bacarmadığım üçün də ama usta deyir ki, burada kocaman usta var. Usta deyir halaldır, birinci səfərdən belə işləmək. Mən də yoxlayıram. Ama qıraqdan baxışan üçün çox hasat gəlir ki, nədir? Fırlasa alınacaq. Mənim səhvlərim budur, bax dostlar. Bax, bəzi yerlərdə görürsünüz, qalın tökmüşəm. Demək ki, bunu qalın tökmək olmaz. Fərqə baxın dostlar, usta tökdüyünə. Çox səliqəli, həm bəzəkli, həm də çox gözəl. Amma düzgün tökməyəndə görürsünüz, bax, bu mən tökdüklərimdir. Bax, bunlar bitişik olmalıdır ki, qalxmasın. Allah ustaların qollarına qüvvət versin. Qıraqdan baxana döyüş əsas gəlir. Altdan 3 qat bütöv yığılır. Sonra bu formada 3 künc qatlanır, yığılır. En sonda 3 qatını yenə bütöv yığılır, sonlanır. 55 qat yığdıq. Arası qozsuz bu paxlavadır. Sənət işidir, sənət əsəri. Əlim vərdiş. Çox örgən, vərdişi yapacaq, sizin üçün göz yummaq. Bir tanesi burada yerlərdənir, yüngül. Sonra kesə gələrsin. Biraz ərbaş, hə? Gəl. Bu dalar ərbaş yavaş. Bir dala çək, yavaş. Yavaş, çək. Bu lezva kimi, resmen. Eyni bıçaq. Hə, eyni bıçaq, deyəm. Ha. Mən lezatla kesmirəm ki.
İndi də qozlu paxlavanı hazırlayırıq. Bunu da 2 dənə list açırıq üst-üstə. İki sloy düzdük. Qalanlarını bayaqki kimi 3 künc formada apelsin rəngi əlavə edirik. Şərbət bax belə bal halını düşənə kimi qaynamalı. Altından qaz yanır, üzərindən isə kitlinlik qoyulur. 25 dənə üst-üstə yığıldıqdan sonra bir dənəsi qoz üçün qoz bunun üstünə səpiləcək deyə biraz qalın olur. O birlərinə nisbətən sıx toxunur. Beş dənə üst-üstə yığdıqdan sonra üzərinə qoz səpirik. Bir dənəsini yenə üzərindən, qozun üzərinə bütöv qoyuruq. Ardıcılığını bu formada yenə davam etdiririk. Axırıncı 3 sloy düz örtdük və doğrayırıq. Üzərini belə sprey qabına apelsin rəngi doldurulur, su ilə qarışdırılır. Dostlar, bu quba bükməsidir. Bu biraz balaca tökülür, amma biraz qalın tökülür. İçlik tökülür, qozla şəkərdir.
Belə qızarır, bax belə. İndi o bir tərəfini qızardırır. Sabahınız xeyir dostlar. Dünənki çəkilişimiz o qədər çətin oldu ki, o qədər ağır oldu ki. Günün istinin günündə peşlərin yanında bizim məqsədimiz istidə, o ocağın qırağında bu paxlavanı bişirib satanların əziyyətini göstərməkdir. Ki, baxın, gör necə əziyyət çəkirlər, necə zulm çəkirlər. Ki, avamda deməyək ki, bunu niyə belə baxa verirsiniz? Biz o halı, o hissi dünənlər biz orada yaşadıq. Akşam gəlib elə yorulub yatmışıq ki. Bugün qalmışıq, buranı təhvil veririk. Artıq 2 gündür buradayıq. Bugünkü çəkilişimiz ola bilsin Xınalıq kəndində olacaq, o tərəflərdə. Maraqlı bir çəkiliş gözləyir, əgər alıb baş tutsa. Onu növbəti videomuzda görə biləcəksiniz. Ona görə də videonu qaçırmamaq üçün kanalımıza abunə olun. Videonu like edin ki, dərhal xəbəriniz olsun. Like eləməzsəz sizə patlama verməyəcək. Niyə? Belə. Çünki like. Və evdən like edənlər hamısı patlama verəslər. Bu da qəşəng qalır. Kim istəyir, kim mənası yağıb yiyirlər. Ola deyil, bağla ya. Qəşəng tadına xoşdur.